bu dövrdə. Aha, deməli 30-cu illər Cəlalilər, Hülakilər və bir də daha doğrusu Cəlalilər, Çobanilər və Şirvanşahlar mübarizə apardı. Buna diqqət yetirək. Burada indi bir incə məqam var. Niyə diqqət yetiririk? Yadımızda saxlayaq ki, 1335-38 aralığında bu mübarizə, düzdürmü? Həmin bu dönəm üçün, bu mübarizə dönəm üçün biz Cəlalilər dövləti qətiyyən işlədə bilmərik. Çünki Cəlalilər adlı bir dövlət 1340-cı ildə Bağdadda yaranır. Azərbaycana yaranmır, düzdür. Azərbaycanda ağalıq sürüblər, amma Bağdadda yaranmış bir dövlətdir. Yəni 1338-də biz Cəlalilər sadəcə sülaləsi deyəcəyik. Şirvanşahlar dövləti hakimiyyətdə var idi həmin vaxtda. Şirvanşahlar mövcudluq dönəmidir. Çobanilər də ki sülalə idi, yenə də dövlət deyildi. Dövlət deyil. Bəli, Çobanlar çünki heç vaxt öz dövlətlərini yaratmayıblar. Sadəcə bir sülalə kimi. Buna mütləq diqqət edin. Testlərdə birdən verərlər. Cəlalilər dövlətinin, məsələn, Şirvanşahlarla ilk mübarizəsi götürüb bu dönəmi yazarlar. Bu dönəmdə mübarizə sadəcə Cəlalilər sülaləsi. Bəli, Cəlalilərlə Şirvanşahların mübarizəsi var. Cəlalilərlə Çobanların mübarizəsi var. Çobanlarla Şirvanşahların mübarizəsi var. Bunların hamısı bu 30-cu illər dönəmi. Amma dövlət kimi desə, növbəti mövzularımızda onu keçəcəyik. Məsələn, Cəlalilər dövləti ilə Şirvanşahlar dövləti mübarizəsi 1367-də olur. Çavuz İbn Keyqubadın zamanında Şirvanşah hökmdarı.